Biz Allaha doğru hərəkət edirik. Müəyyən bir proqramımız var. Hər birimiz müəyyən bir proqramımız var. Ona uyğun ibadət edirik. Öyrəşirik, adət eləyirik bu proqrama, yolumuza. Birdən Allah bir imtihan göndərir ki, dəyiş proqramı. Fərqli şəkildə get. İnsan buna hazır olmalıdır. İnsan gərək burada etiraz eləməyə Allaha. Ki ilahi məsələn, nəuzubillah, gündə bir söz danışırsan. Deyirdin, dünən belədir, belə elə, mən də elədim. Sözüvə baxdım. İndi birdən gəlib deyirsən ki, eləmə, eyni elədiyim şeyi. Deyirsən, bunu tərk elə. Əziyyət vermə. Çətinliyə salma bizi. Mən çalışıram, vuruşuram, bir yol gedirəm, min zəhmətlə. Sən birdən-birə gəlirsən, mənə əmr edirsən ki, dəyiş yolu. Bəziləri belə etiraz edir Allaha. Deməsə də ürəyində belədir. Amma din budur ki, dinin çətinliyi də bundadır ki, tam təslim ola biləsən Allaha. Tam təslim olasan. Din əslində budur. Bu çox vacib məsələdir, dünən də dedim, bugün də qeyd edirəm. Din nədir? Din bu deyil ki, gələsən namaz qılasan və günah eləməyəsən. Din bu deyil. Gəldin, namaz qıldın, oruç tutdun, həccə getdin, məhərrəmlikdə sinə vurdun, günahların hamısını tərk elədin. Din bu deyil. Bu dinin ibtidai mərhələsidir, başlanğıcdır. Əsas imtihanlar sonra başlayır. Əsas imtihanlar sonra gəlir. Dinə gəlmək mühüm məsələ deyil. Dinə gələndən sonra bir-birinə zidd olan, bir-birinə zahirən zidd kimi görünən hökmlərə uyğun dəyişməkdir. Çeviklidir. Bu çətindir. Din belə bir şey deyir ki, bir dəfə sahib ol və hər şəraitdə eyni cür əməl elə. Bir şeyi götür, get və həmişə eyni cür ol. Din belə demir. Bir dənə yenə sadə misal deyim. Din deyir, məsələn, bizə nə öyrədir? Səxavətli ol, əl açıq ol. Səxavət bir fəzilətdir. Xəsislik pis bir xüsusiyyətdir. Müminin kafirliyə ən yaxın halı xəsislikdir, əlibərklikdir. Kimdə bu var, getsin əlac axtarsın. Din bizə deyir, səxavətli ol. İnsan başlayır mübarizə aparmağa özü ilə səxavət üçün. Xeyli mübarizə aparandan sonra nəhayət öyrəşir əl tutmağa, kömək eləməyə, əl açıqlığa. İndi neçə il mübarizədən sonra əli açılıb başlayır cəmaata yardım eləməyə. Birdən Allah neynir? Birdən Allah bir adam göndərir ki, gərək ona verməyəsən. Zəhmət bahasına əldə elədiyin fəzilət burada imtihan olunur ki, əksin elə. Dəyiş. Öyrəşdiyin fəziləti tərk elə burada. Hansısa məsləhətə görə, məsələn, gərək verməyəsən ona. Hansısa məsləhətə görə. Hökm dəyişib, burada fəzilətdən əl çəkməlisən Allaha görə. Dinin çətinliyi bundadır ki, vəzifəvi biləsən. Zəhmət bahasına öyrəşdiyin, nəhayət ki, əldə elədiyin fəziləti bir məqam düzəldir, imtihanı belə düzəldir ki, indi bundan əl götür görüm necə. Dəyişə bilmir çox adam. Dinin çətinliyini məndən soruşsalar, neçə ildir danışıram. Çətinliyini soruşsalar ki, nədədir? Deyərəm, dinin əsas çətinliyi bundadır. Dindarlıq burada göstərir özünü. Bu mühümdür. Bu mühümdür, yoxsa günahkarın günahdan çəkinib dinə gəlməsi?
Günahkarın günahdan çəkinib dinə gəlməsi mühümdür? Yoxsa mühüm olan dində olanın şəraitə uyğun olaraq Allahın əmrinə uyğunlaşması? Dəlili dünən dedim. Dinə gəlməkdən çətin dinin içində düz getməkdir. Dəyişməkdir mövqeyi lazım olan məqamda. Kör-köranə tutduğu tutub getmək deyil. Çətin bundadır. Dünən dəlil gətirdim. Dəlil nə idi? Sizə dedim, niyə Allah Adəmi yaradandan sonra iblisi çıxartdı qarşısına? Niyə iblisi çıxartdı? İblis kim idi Adəmə qədər? İblis Allaha ibadət edən bir varlıq idi. Allaha itaət edən bir varlıq idi. Və niyə görə imtihandan çıxmadı? Hökm dəyişdi, iblis dəyişmədi. Dedi, yox, mən elə öz bildiyim kimi gedirəm. Amma yenə də sənə itaət edirəm. İtaətimə davam, amma uyğunlaşa bilmədi şəraitə. Süqut elədi, azdı. Görürsünüz, varlıq aləmində ilk üsyan günahkarın üsyanıdır. İtaətkarın üsyanıdır. Varlıq aləmində ilk süqut günahkarın süqutu deyil, itaətkarın süqutudur. 6000 il adət eləyib ibadət eləməyə, Allah gəlir adətini sındırır. Bircə dəfə də mən deyirəm Adəmə səcdə elə. Bu 6000 il adətindən əl çəkmək istəmir, vəzifəsini bilmir. Bilir nəsə mane olur ona icra eləməyə. İmtina eləyir, məqamında dəyişmir, süqut eləyir. Yenə də deyirəm, dünən dedim, yenə də təkrar edirəm. Dəyişmir bu mənada yox ki, süqut eləyir bu mənada yox ki, deyir ki, ilahi day qutardım səndən. Yox, deyir, mən yenə itaətimdəyəm. Amma belə öyrəşmişəm, qoy elə belə də gedim. Allah vəzifəni dəyişir bəzən. İmtihanlar göndərir, itaəti dəyişir. Cəmaatı dinə dəvət eləyək, cəmaat gəlsin, namaz qılsın. Yaxşı, yaxşı şeydir bu. Amma bunu bilməliyik ki, məsələ bundan sonra başlayır. Dinə gəlmək mövzusudur. Dinə gələndən sonra hər şey başlayır. Əziyyət çəkir, zəhmət çəkir, bir fəzilətə yiyələnir. Dinə gələndən sonra. Allah gətirir başqa bir fəzilətlə toqquşdurur, deyir bunu at, bunu götür. Burada ilişir qalır, dəyişə bilmir. Mövzu çox əhəmiyyətlidir. Dinə gəlmək hünər deyil. Namaza gəlmək hünər deyil. Fitrətimiz din üstündə qurulub. Bir adam böyük iş görməyib ki, dindar olub, namaz qılır. Bütün ruhumuzu Allah dinlə yoğurub, o qədər də çətin məsələ deyil. Hünər nədir bəs? Hünər yolların içində düz yolu tapmaqdır. Məqamında dəyişməyi bacarmaqdır. Çevik olmaqdır dinin içində. Yaxşı olmaqdan daha mühüm, daha yaxşı olmaqdır. Pisin yaxşı olması çox çətindir. Yaxşının daha yaxşı olması çətindir. Və yaxşı daha yaxşı necə ola bilir? Yaxşı necə ola bilir ki, daha yaxşı olsun? Dəyişməyi bacarmalıdır. Bir yoldan bərk yapışıb gedəsən, hər şəraitdə eyni cür davranasan, bu din yolu deyil. Bu bəsirətsizlikdir. Dinə gəlmək başlanğıcdır, ondan sonra imtihanlar başlanır. Namaz, məscid, gəldin, biləsən ki, indi başlayır. Niyə muizələr lazımdır? Hər həftə gedin, muizə eşidin. Çünki iş indi başlayıb. Ölənəcən də davam edir. Yoxsa bir dəfəmli deyərdi, namaz qıldı, sağ ol, vəssalam, səninlə mənki qutardı. Yox, gərək yolları öyrənəsən, dinin fənlərini öyrənəsən. Mən bir söz deyim sizə, yaradılışın mövzusu. Bu deyil ki, pislər yaxşı olsun. Yaradılışın mövzusu budur ki, yaxşılar daha yaxşı olsun. Və yaxşıların daha yaxşı olması üçün dəyişkənliyi qəbul eləməsi lazımdır.
könüllü şəkildə bağlandığın fəzilətdən Allah üçün imtina eləyə bilərsən Allah yolunda. Fəzilət mühümdür yoxsa Allahın əmri? Bəzi insanlar üçün yaxşılıqlar, fəzilətlər bir hicaba çevrilir. Əmr dəyişir, bu fəzilətdən qopa bilmir. Allah gör, harada imtihana çəkir insanları. Mömin olmağın çətinliyi bundadır. Niyə çətindir? Buna diqqət eləmək istəyirəm. Buna qədər bəlkə də təkrar idi, dünənkinin təkrar idi. Bundan bu yana diqqət istəyirəm sizdən. Bundan bu yana diqqət istəyirəm. Niyə çətindir şəraitə uyğunlaşmaq, dəyişmək? Niyə çətindir? Qulaq asın. İnsan ki, dinə başlayır əməl eləməyə, biraz yavaş-yavaş baş qaldırmağa başlayır. Dinə əməl elədikcə. Namaz qılmağa başladı, bərəkallah. Sonra gedir, gəlir cəmaat namazına, məscid əhli oldu, 2 qat bərəkallah. Biraz dini müdafiə elədi, əhsən, bərəkallah. 1-2 kitab oxudu, 1-2 hədis öyrəndi, ayə oxudu, əla. Yavaş-yavaş başlayır özünü nəsə saymağa. Deyim, mən kiməmsə özümə görə. Zəhmət çəkib axı bu yolda. Zəhmət çəkib, vaxt qoyub, nələrdənsə keçib bu şeylər üçün, əldə edib bu fəzilətləri. Maldan keçib, dinzlikdən keçib, vaxtdan keçib, nədənsə keçib, gəlib bir yerə çatdırıb. Başlayır tələbkar olmağa. Tələbkar olmağa. Elə bilir ki, Allah buna borcludur. Bunu birbaşa demir, içində baş verir bu, lap dərin qatlarda. Belə yox, danışsan deyəcək, yox, Allaha, biz hamımız Allaha borcluyuq. Amma yox, içəridə bu şey hal baş verir. Mənəmçilik yaranmağa başlayır, dini mənəmçilik. Təhlükəli mənəmçiliyin ən təhlükəlisi budur. Dini mənəmçilik yaranmağa başlayır. Allah da nə edir? Birdən bir dənə imtihan göndərir, bütün gəldiyin yolun indi əksinə getməlisən. Bu tərpənmir yerinə. Bu özü ağıl sahibidir. Bu artıq zəhmətlər bahasına müəyyən bir şeylər əldə eləyib. Mən buna mane olur, Allahın əmrinə tabi olmağa süqut eləyir. Allah əmr elədiyinin tam əksini əmr eləyir. İndiyəcəm dediyinin tam əksini deyir. Nə üçün? Məni vurmaq üçün. Ola bilər hələ başa düşmürsünüz. Səbr eləyim, bəhsin içində yəqin ki, aydınlaşar sizin üçün. Sənin üçün nə mühümdir? Getdiyin yol ya Allahın əmri? Burada ilişir qalır. Həzrət Əli əleyhissalamdan dünən danışdım. Həzrət Əli əleyhissalam ilk müsəlmandır. Əlin görün kim idi? Əli ilk müsəlmandır. Balaca uşaq idi, Peyğəmbərə iman gətirdi. Əli, elə bil Allah deyir Əliyə. Əli, sən ilk müsəlmansan? Bəli. Din sənin əlindən yayılıb? Bəli. Onlar hamısı döyüşlərdən qaçıb, sən dini qorumusan, sənin sayəndə yaşayıblar? Bəli. Onlar indiyəcən sənin kölgəndə daldalanıblar? Bəli. Onlar həmişə səndən aşağı olublar? Bəli. Hər göstəricisinə görə. İndi onlar Fatimiyə zülm eləyəcək. Sən sakit deyən. Gör kimə nə deyir. İndi onlar Fatimiyə zülm eləyəcək, sən sakit deyən. Çox çətindir bu. Amma Əli əleyhissalam deyib baş üstə. Allah əl çəkmir. Deyir, səbr eləyəcəksən heç. Hələ üstəliyi onlara kömək də eləyəcəksən bəzən. Neçə dəfə gəlirdilər, məsləhət istəyirlər, Həzrət Əli məsləhət verirdi onlara. İlahi, sən neyinirsən Əli ilə? Necə imtihanlara çəkirsən? Bu güclüdür, onlar bundan qorxur. Qüdrətlidir, onlar bundan çəkinir. Amma bu güclüyə deyir ki, zəiflər qabağında səbr elə. Hətta onlara kömək də elə. Buna deyərlər imtihan. Birdən-birə necə dəyişdi?
şücaətli kişiyə deyəsən ki, özü aciz kimi apar. Aciz deyil, şücaətlidir, qüdrətlidir. Qüdrətli birinə deyəsən ki, indi hökm dəyişdi. Bu vaxtacan qüdrət göstərmirsən, indi hökm dəyişdi. İndi aciz olacaqsan onların qarşısında, sakit deyən. Peyğəmbər qızı, Zeynəb adında qızı var idi. Onu bir müşrik qorxutmuşdu, uşağı düşmüşdü, üzr istəyirəm sizdən. Peyğəmbər Məkkəni fəth eləyəndə deyir, onu cəzası ölümdür, onu görmək istəmir. Həzrəti Əli əleyhissalam dünyasını dəyişənəcən demirəm, bir xeyli il xanım Fatimə-i Zəhraya zülm eləyənlərlə görüşür küçədə, onlara məşvərət eləyir, onlara kömək eləyir. Dünən əmr eləyirdim döyüş baş üstə, bugün əmr eləyirəm sakit, o da baş üstə. Yox, mən necə dözüm, mən necə eləyim, mən yoxdur ki dində. Gəlmisən bəndəli eləyəsən Allaha, yoxsa ibadət eləyib mənvi böyüdəsən, mənəmçiliyi artırasan. Allah insanın mənəmçiliyini belə vurur, şəraiti dəyişməklə. Namaz qılırıq deyir, İyyəkə nə'budu və İyyəkə nəstəyin. Sadə dillə deyim, öz dilimizlə. Yəni Allah əmr sənindir. Yəni nə hava çalsın o ilə oynayıram. İyyəkə nə'budu və İyyəkə nəstəyin budur. Nə istəsən o ilə ona razıyam. Əgər belədirsə onda hazır ol. Əmr verəcəm dalıca 180 dərəcə fərqli əmr. Bir şey deyəcəm, onun əksini deyəcəm, müxtəlif şəraitlərdə sən imtihan eləməliyəm və sən də dəyişməlisən, hər hökmə uyğunlaşmalısan. İçində də nəsə başqa qaldırmamalıdır. İnsan Allah belə tərbiyə eləyir. Neçə il mənə görə vuruşmusan, neçə il mənə görə sülh eləyəcəksən. Sənin üçün mühüm olan nə idi, vuruşmaq yoxsa mənim əmrimə itaət eləmək? Bəlkə sənin vuruşmaqdan xoşun gəlir, dava axtarsan, adını qoymusan din davası. Bəlkə mənim əmrimə görə yox, özün xoşun gəlir deyə vuruşursan. Mühüm olan döyüş, sülh deyil, mühüm olan Allah nə əmr eləyir budur. Buna deyirlər bəndəlik. Bəndəliyin mənası budur. Amma bəndələrin çoxu belə deyir, Allaha ağalıq eləmək istəyirik biz. Biz deyirik, biz sənə ibadət eləyirik, indi siz də sən də mənlə hesablaş. Namaza dinə gəlmirsən, namaz qılmayanlardan fərqin nədir? Namaz qılmayanlardan fərqin budur ki, daha çox borclusan Allaha, daha çox minnət qoyub sənin boynuna. Onlara nəsib eləmədiyini sən eləyib, sən daha çox borclusan. Daha çox kiçilirsən Allahın qarşısında. Bir dənə qulaq asın, Əli əleyhissalam ətrafına deyir ki, hücum çəkiblər xanım Zəhranın evinə. Həzrət Əli əleyhissalam ətrafına deyir ki, sakit olun, mübarizə olmaz. Mübarizə aparmaq olmaz. Səbr eləməlisiniz. Bilirsiniz kim birinci qalxdı mübarizəyə? Bilirsiniz kim qalxdı birinci mübarizəyə Həzrət Əlinin yolunda? Zubeyr. Zubeyr qalxdı, ayağa silahı götürdü, hücum çəkdi onlara. Necə yəni mübarizə olmaz? Bunlar kimdir sənin üstüvə hücuma gəliblər? Gör, nə gözəl adamdır, bəh-bəh, məsələn, mübarizə adamdır. Haqqın müdafiəsinə qalxıb. Amma sonradan bəlli oldu ki, o qədər də yaxşı adam deyilmiş bu. Əlinin düşməni oldu axırda. Cəməl döyüşündə Həzrət Əliyə qarşı vuruşdu və öldü. Düşmən olaraq da öldü. Problem nə idi? Zubeyrin problemi nə idi? Zubeyrin problemi buydu ki, zamanla dəyişənmədi. Dəyişə bilmədi. Mənəmçilik mane oldu ona dəyişməyə. Həmin mənəmçilik də səbəb oldu Əliyə düşmən olmağa. Bir gün mənəmçiliyinə görə haqqı müdafiə eləyir, mənəmçiliyinə görə. Bir gün həmin mənəmçiliyə görə haqqla düşmənçilik eləyir. Görün din nə qədər incədir.
Sən bəndəsənsə imam deyir sakit otur. Sənin könlün nə istəyir istəsin, dərhal dəyişməlisən. Deməlisən baş üstə. Sakit, sakit. Necə ki Salman dayanmışdı. Necə ki Miqdad dayanmışdı. Necə ki Əmmar dayanmışdı. Hökm dəyişib, sən cihada öyrəşmirsən, öyrəşməyi qoy bir kənara. Allah nə istəyir? Allahın sözünü ağıl deyir və imam deyir adama. Deyir sakit ol. Bunun döyüşkənlik adəti var. Bu hələm-hələm adətini dəyişmir. Müsbət dəyərdir. Bu cihad eləyib. Cihad yaxşı bir şeydir. Amma deyir, yaxşıdan əl çək. Təslim ol, sakit deyən. Allah belə imtihana çəkir bizi. Görsün biz yaxşılıqları özümüzə büt eləmişik ya yox. Allaha görə yaxşı olmuşuq, ya xoşumuz gəlir deyə. Biz dinə gəlmişik, bəndə olaq. Kəlmə yid beynə yədəyil qəssal. Nə gözəl söz işlədir hədisdə. Buyurur, mömin qüsul verənin əlində olan meyit kimidir Allahın müqabilində. Qüsul verənin əlində meyidi görmüsünüz? Cavanlar görməz, bəlkə yaşlılar görər. Onun ixtiyarındadır. Sağa çevirsin, sola çevirsin. Heç nə, ixtiyarsız onun əlindədir hər şey. O onu necə istəyir elə çevirir. Buyurur, mömin belədir. Allahın ixtiyarına qoyub özünü. Və buna nə mane olur? Təkcə pisliklər yox, yaxşılıqlar da buna mane olur. Çox vaxt yaxşılıqlar daha çox mane olur. Hicablar çoxsu yaxşılıqlardır. Bəzən insan yaxşı işlər görür, Allah 5-6 adam göndərir ki, ona qədirdanlıq eləmirlər, qədrini bilmirlər. Bunun içində o saat etiraz yaranır. Mən bu qədər xidmət, mən bu qədər filan, mən bu qədər filan, mənə dəyərləndirmirlər. Allah özü göndərib ki, görəsən sən yaxşılığın sənin üçün bütdü, yoxsa sən Allah üçün eləmirsən bunu. O məni sındırmaq istəyir içəridə. Ki, sən təbəssüm eləyib keçəsən ki, nə gözəl məni nəvaziş edirsən, məni tərbiyələndirirsən. O adamları özün göndərmirsən ki, mənim qədrimi bilməsinlər. Mən də heç onlardan bunu güdməyim də, ummayım da.